Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif Körpü Nəşriyyatının Azərbaycan dili kitabının 2-ci hissəsindəki test və tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 103-dəyik, 7-ci bölmənin sonuna gəldik, çatdıq və bu bölmədə keçdiklərimizə aid ümumiləşdirici tapşırıqları həll edəcəyik. Əvvəlcə variant A-dakı sualları ilə başlayırıq. Bir də deyir, Adil öz doğum tarixini qısa şəkildə yazarsa hansı variant doğru olar? 20 avqust 2017-ci il. Deməli, əvvəlcə günü yazarıq. 20 avqust 8-ci aydır. Ona görə 08 və ili yazarıq. 2017. Deməli, hansı variantda yazılıb bu cür? B-də yazılıbdır. Yalnız termin kimi işlənən söz hansıdır? Say, tamamlıq, xəbər, bucaq. Tamamlıq yalnız termindir Azərbaycan dilində, yəni cümlə üzvü adıdır. Say məsələn saymaq, nəyisə saymaq deyəndə termin olmur. Nitq hissəsi kimi olanda termin olur. Xəbər cümlə üzvü olanda termindir. Məsələn xəbər vermək deyəndə adi sözdür. Bucaq məsələn fiqurların bucağı deyəndə termindir. Bucaq məsələn otağın bucağı, otağın güşəsi mənasında işlənir. Hansı cümlədə 3 köməkçi nitq hissəsi işlənmişdir? Ay bala, məgər sən də uşaqsan? Stolun üstündəkilər də məncə Aynurundur. Axı mən nə etmişəm ki, demək olar ki, hamı bura yığışmışdı. Burada A variantında ay, məgər və də köməkçi nitq hissələrdə 3 dənədir, ona görə elə A variantıdır. B-də də və məncə 2 dənədir. C-də axı, ki 2 dənədir. D-də demək olar ki, hamı bura yığışmışdı. Burada demək olar ki, birlikdədir, modal sözdür. Yəni bir modal söz var. Hansı mədddə qısa yazılış səhvdir? 5,12 düz yazılıb. 11 yanvar 1984-cü ildə düz yazılıb. Yanvar 1-ci aydır. 7-yə 10 dəqiqə işləmiş, səhv yazılıb. 7-yə işləyibsə hələ 6-10 olmalıdır. 7-10 artıq 7-ni keçibdir. Ona görə C yanlışdır. 12 kiloqram 12 kg, bu da düzgündür. Hansı cümlədə işarə əvəzliyi ismin yerində işlənmişdir? Bu çiçək dağlarda bitir. Hansı çiçək? Hansı sualına cavab versə, deməli sifətin yerində işlənib. Haqqında danışdığım bu kitabdır. Yenə hansı kitabdır? Yenə sifətin yerində işlənib. O uşaq əlaçıdır. Hansı uşaq? Yenə burada da hansı sualına cavab verir, sifətin yerindədir. Bunu özümə götürürəm. Nəyi, bunu? Deməli, burada nə sualına cavab versə, ismin yerində işlənib. Sözlərdən yalnız biri homonim kimi işlənə bilər. Atlas, gəlin, əsir, inci. Burada D variantı olacaq. İnci sözü həm isim, həm də sifət kimi işlənə bilir. Qoşmalardan hansı həm də ədat kimi işlənir? Cacə, savayı, özgə, bəri. Burada ca qoşma kimi işlənə bilir. Məsələn, xırdaca desək, burada daha doğrusu ədat kimi işlənir. Verilmiş mürəkkəb feillər hansı yolla əmələ gəlib? Atılıb düşmək, yazıb pozmaq. Atılıb düşmək əks mənalıdır. Yazıb pozmaq da əks mənalıdır. Ona görə B variantını seçirik. Hansı cümlələrdə vergül işarəsi düzgün qoyulmuşdur? Görünür, başa düşməyib, ay əmi. Bəli, burada düzgün qoyulub. Modal sözdən sonra və müraciət bildirən sözdən əvvəl. Biz ancaq öz ordumuza güvənirik. Burada ehtiyac yoxdur. Vergülə bu səhvdir. Bəs sən kimlə narazısan? Burada da bəsdən sonra vergülə ehtiyac yoxdur, səhvdir. Dedim ki, səndən narahat olmasınlar, bu düzgündür. 1-ci və 4-cü C variantı. Hansı cümlədə uyğunluq pozulmuşdur? Düşmənlər bir daha torpağımıza ayaq basmayacaqlar. Gələcək zaman inkar, bəli, gələcək zamandadır və inkardadır. Zəfər paradı azadlıq meydanında keçirildi. İndiki zaman təsdiqdədir, amma keçmiş zamandadır. Bu səhvdir. Ata, mən Qarabağa gedirəm. İndiki zaman təsdiq, bəli, gedirəm. İndiki zamandadır, təsdiqdədir. Komandir görəcəyi iş haqqında məlumat vermədi. Keçmiş zamandadır və inkardadır, düzdür. Hansı əlaqələndirmə doğrudur? Qələbə qazanmaq mürəkkəb sözdür, mürəkkəb addır, frazoloji birləşmədir, yoxsa mürəkkəb feildir? Bu frazoloji birləşmədir. C variantı. 1C. Kəklik otu mürəkkəb sözdür. A. Səməd Vurğun mürəkkəb addır. B. Həll etmək mürəkkəb feildir. C. C, A, B, C. C variantı. Mürəkkəb adlardan birinin yazılışı yanlışdır. Birləşmiş Millətlər Təşkilatı, bəli, elə bu yanlışdır. Təşkilatı da böyüyünə yazılmalıydı. Digərlərində yanlışlıq yoxdur. Keçdik 105-ə. Dilçiliyin danışıq səslərindən bəhs edən bölməsi
Verilmiş izaha uyğun gələn termin hansı variantdadır? Gimnastika, fonetika, statistika, leksika. Düzgün cavab fonetika. Hansı cərgə yalnız terminlərdən ibarətdir? İşıq, ərişdə, xəbər. Sözlər seçilmir burada. Bunlar hamısı termin deyil. Mişar, taxta, vintaçan. Burada da taxta, məsələn, mişar, bunlar taxta yəni termin deyil. Portret, orkestr, akvarel, bunlar üçü də termindir. İxtisas, kafedra, jurnal, burada jurnal termin deyil. Mürəkkəb adlar haqqında verilənlərdən biri yanlışdır. Mürəkkəb adlar söz birləşməsi şəklində olur. Bu düzdür. Mürəkkəb adlara mürəkkəb isimlər də deyilə bilər. Xeyr, deyilə bilməz. Bu səhvdir. Mürəkkəb isim başqa, mürəkkəb ad başqa. Mürəkkəb adlar bütövlükdə bir cümlə üzvü olur. Bəli. Bəzi mürəkkəb adlar qısaldılmış formada yazıla bilər. Bu da düzdür. Yalnız termin kimi işlənə bilən söz hansı variantda verilmişdir? Xəbər, bucaq, morfologiya, qızıl. Xəbər, bucaq sözlərini bayaqda izah elədik ki, adi söz kimi də işlətmək olur. Qızıl da bilirik ki, yəni zinət əşyası olaraq da adi söz kimi işlənə bilir. Amma morfologiya yalnız termin olur. Terminlər haqqında deyilənlərdən biri yanlışdır. Bütün sözlər termin kimi işlənə bilir. Xeyr, elə budur, səhv olan bütün sözlər termin ola bilməz. Hər bir peşənin özünə məxsus terminləri var. Bu düzdür. Daha çox elmi mətnlərdə rast gəlinir. Bu da düzdür. Terminlər müxtəlif elm sahələrinə aid olur. Bu da düzdür. Hansı cümlənin mübtədası mürəkkəb addır? Hacı Qara məşhur obrazlardan biridir. Buradadır elə Hacı Qaradır mübtəda və mürəkkəb addır. Hacı Kənd Azərbaycan dilbər güşəsidir. Burada mübtəda Hacı Kənddir. Bu mürəkkəb ad deyil, mürəkkəb sözdür. Hacı Leylək köçəri quşdur. Burada da mürəkkəb sözdür. Mübtəda şənbə günü Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə gedəcəyi. Bu cümlədə mübtəda yoxdur. Gedəcəyi xəbər, kim gedəcək? O yazılmayıb, yəni yoxdur mübtəda. Keçdik 106-ya. Hansı cümlənin xəbəri həm termin, həm də adi söz kimi işlənə bilər? Bu düzgün məlumatların qeyd olunduğu diaqramdır. Burada xəbər diaqramdır. Yalnız termin kimi işlənir. Ay planet deyil, pekdir. Pekdir burada xəbərdir və bu da yalnız termindir. Əşyanın əlamətlərini izah edən nitq hissəsi sifətdir. Burada xəbər sifətdir və termindir. Elə bu cümlədə mənası termindir, yəni cümlə üzvü olaraq. Bir də var insanın üzü mənasında, yəni adi söz kimi işlənə bilir. Mənzərənin təsvir olunduğu rəsm əsəri peyzajdır. Burada xəbər peyzajdır və yalnız termin olur. Hansı cümlədə termin işlənib? Otağın künc bucağını hörümçək toru basmışdım. Burada yoxdur. Doğma yurduğun hər bucağı mənə əzizdir. Burada da bucaq sözü termin deyil. Amma iti bucaq kör bucaqdan kiçikdir. Bu bucaqlar riyaziyyat fənninə aid olan termindir. Küncdə bucaqda gizlənənlər də tapıldı. Bu da termin deyil. Mürəkkəb adı seçin. Şahdağ turu söz birləşməsidir. Mürəkkəb ad deyil. Qarabağda mürəkkəb sözdür. Mürəkkəb ad deyil. Bazar düzü zirvəsi, bəli, bu mürəkkəb addır. Həsən ağa müəllim də mürəkkəb ad deyil. Səhv yazılmış mürəkkəb adı müəyyən edin. Azərbaycan Respublikası Təhsil Nazirliyi düzgündür. Bakı Dövlət Universiteti düzgündür. Qurban bayramı demişik ki, bayramlarda bayram sözü kiçiklə yazılır. Bu yanlışdır. Azadlıq meydanı, bu da düzgündür. Qısa şəkildə yazılışı səhv olan sözləri müəyyən edin. Vahidov A. Elə bu yanlışdır. Burada Vahidov qısaldılmayıb. Ona görə Vahidovdan sonra nöqtəyə ehtiyac yoxdur. A-dan sonra nöqtə qoyulmalıydı. Metr M ilə işarə olunur. Bu düzdür. Burada tarix verilib, amma tarixlərin arasında vergül yox, nöqtə olmalıydı. Bu da səhvdir. Millimetr, millilitr ml kimi işarə olunur. Bu da düzdür. Ağdam şəhəri düzgün yazılıb, şəhəri bu cür qısaldılır. 5-15 burada saatı göstərmək istəyib, saatda 2 nöqtə olur. Bu da səhvdir. 1-3-6 A variantı. Və son sual, hansı cümlədə termin işlənmişdir? O zərfin içindəki məktubu çıxarıb oxumağa başladı. Burada yoxdur. Bu hadisədən onun xəbəri yox idi. Burada da yoxdur. Diaqramı düzgün çəkməmisən. Diaqram isə yalnız termindir. Burada var. Onun səsi ruhumuzu oxşuyurdu. Burada da yoxdur. Bəli, suallarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.